19 сентября после встречи 1 на 1 состоялась встреча президента Азербайджана Ильхама Алиева и президента Болгарии Росена Плевнелиева в расширенном составе с участием делегации. Bugün biz enerji sektorundan başqa digər əməkdaşlıq sahələrini də müzakirə etdik. Düşünürəm ki, burada həyata keçiriləcək investisiya qoyuluşu, müqavilələr, infrastruktur layihələri sahəsində geniş formatda əməkdaşlığın aparılması üçün yaxşı potensial mövcuddur. Ümidvaram ki, növbəti aylarda əməkdaşlıq məsələlərini müzakirə etmək üçün yeni nümayəndə heyətləri gələcəklər. Təşəkkür edirəm, cənab prezident. Böyük tarixi əhəmiyyətə malik olan Cənub Qaz Dəhlizinin təməl qoyma mərasimində iştirak etmək bizim üçün böyük şərəfdir. Bu, bir çox Avropa ölkələrinin 10 illərlə arzuladığı bir xəyaldır və bu məsələdə sizin tarixi xidmətləriniz var. Bolqarıstan prezidenti kimi Avropa Birliyinə üzv olan dövlət başçıları adından mən sizin ölkəyə sizə təşəkkür etmək üçün gəlmişəm. Bu, bizim hamımız üçün əlamətdar bir hadisədir. Azərbaycan bizim üçün öz baxışı, investisiya siyasəti ilə vacib ölkədir. Etibarlı dost və tərəfdaş ölkə kimi biz həmişə sizin yanınızdayıq və əməkdaşlıq etmək istəyirik.